Ucarda baş verən yol qəzasında heyvanlar tələf oldu. Hadisə axşam saatlarında rayonun Alpı kəndində qeydə alınıb. Rayonun Qulabənd kənd sakini Qismət Siracoğlu Nuriyev idarə etdiyi Kia markalı minik avtomobili ilə Alpı kənd sakini Xanoğlan Baloğlan oğlu Məmmədova məxsus 3 baş inəyi vurub. Nəticədə minik maşını yararsız hala düşüb. Heyvanlardan biri hadisə yerində tələf olub, ikisi isə ağır yaralanıb. Zərər çəkənin sözlərinə görə Qismət Nuriyev idarə etdiyi avtomobillə əvvəlcə inəklərdən birini vurub. Daha sonra geri qayıdan sürücü yüksək sürətlə hərəkət edərək digər 2 inəyə də vurub. Qardaş, axşamüstü mallarımızı qapıya aparanda bu malın birini vurdu, bu tərəfdən gəlib. Qaçıb getdi. Kimdir o? Qulabənd sakini, şofer. Getdi oradan arxasından döndü, qayıtdı. Deyim ya malı vurduğuna, indi üzr haqlığa gəlir ki, qardaş, indi malda hadisədə olub. Gördüm ki, o bu tada sürəti artırır. Mala Amma gedəndə malın bir dənəsini vurdu. vurub getdi, qaçdı getdi. Dərzənə ikincini qalib gələri gördüm, bizi vuracaq, biz özümüzü tulladıq böyrə, bizi vuranmadı, malları vurdu. 150-160 gəlirdi aşağı. 30'luq sürəti olan yerdə 150-160. Uca bizə çıxanda biz özümüzü tulladıq yoldan aşağı. Gəldiyi sürətdən uca malları vurdu. Hadisə zamanı zərər çəkən və onun oğlu son anda qəzadan yayınaraq yol kənarındakı su arxına düşüblər. Nəticədə insan tələfatı olmasa da heyvanlara ciddi ziyan dəyib və nəqliyyat vasitəsi yararsız hala düşüb. Faktla bağlı araşdırmalar aparılır. Qurban Vidadioğlu, Aqil Əsədov, Həcər Həsənova bugün informasiya proqramı üçün.